ölkə gündəmində Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması böyük əhəmiyyət kəsb edir və tez-tez vurğulanır. Və Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün ən əhəmiyyətli və təsirli vasitələr hansılardır? Təşəkkür edirəm. Əlbəttə ki, Azərbaycanın hər bir tarixi, Azərbaycanın hər bir mədəni mənəvi irsi bizim üçün o cümlədən də Qərbi Azərbaycan məsələsi, Qərbi Azərbaycan tarixi torpağımız olan, əzəli torpağımız olan Qərbi Azərbaycanı bilmək, öyrənmək, təbliğ etmək, dünyaya çatdırmaq hesab edirəm ki, dünyada yaşayan hər bir Azərbaycanın bu vətəndaşlıq borcudur və bu bizim üçün bir milli vəzifədir, milli borcudur. Və bu baxımdan da təbii ki, ilk öncə biz bu məsələləri faktlara söykənərək, sənədlərə, arxiv materiallarına, epiqrafik abidələrə, tarixi abidələrimizə, milli mənəvi irsimizi dərindən bilərək və bunu dünya ictimaiyyətinə çatdırmalıyıq. Çatdırmalının müxtəlif formaları var. İlkin məsələ bunu təbii ki, biz beynəlxalq konferanslar təşkil etməklə birinci məsələ budur. Təbii ki, yaxşı olar ki, bu həmin konferansları xarici ölkələrdə, təbii ki, bugün də bunlar keçirilir, xarici ölkələrdə keçirək. İkinci bir məsələ, biz xarici ölkələrdə Qərbi Azərbaycanın tarixinə, mədəniyyətinə, mənəvi irsinə dair elmi seminarlar təşkil edək. Və bunu təbii ki, bunlar da xarici ölkələrdə mövcud olmuş universitetlərdə, tədqiqat mərkəzlərində olması məqsədə uyğundur və bunun təsir dairəsi daha geniş ola bilər. Digər forma isə bunun biz dünya ictimaiyyətinə, təbii ki, biz özümüz də şərqşünaslıq institutlarında da dəfələrlə bunu Azərbaycan həqiqətlərindən bağlı, yəni şərq ölkələrinə çatdırmışıq institutumuzun bir sıra tədqiqatçı alimlərlə birlikdə və burada da media vasitəsilə, yəni xarici ölkələrdə mövcud olmuş media, yəni bu ərəb dilli media və bilirsiniz ki, ərəb dilli mediada da, xüsusilə ərəb ölkələrində tarixən, yəni erməni diasporası, yəni dəstəkləyən erməni qüvvələr həmişə çox fəal olublar və bu fəallıqda bilirsiniz ki, bizim o əsas da İrəvan məsələmizdə olub və o dediyimiz kimi İrəvanın tarixinin erməniləşdirilməsi, Qarabağın erməniləşdirilməsi məsələsi olub ki, və bunu da zaman-zaman bizim xalqımıza qarşı ediblər. Və bizlər də çalışmışıq ki, bu informasiyaya qarşı həqiqətləri ortaya qoyaq. Və dediyimiz kimi, bax, bu da təbii ki, informasiya, media çox mühüm rol oynayır. Və hesab edirəm ki, bu medianı və biz həmin mediaya çıxışlar etməliyik, həmin mediada mütəmadi yazılar dərc etməliyik, həmin mediada müsahibələrimiz, Azərbaycan tədqiqatçılarının, Azərbaycan alimlərinin və bu sahədə məşğul olan birbaşa şəxslərin çıxışları olmalıdır. Və bunların da çox böyük həm siyasi, həm hüquqi, həm ictimai əsər olmalıdır. Digər məsələlərdən biri də biz bunu deməli qeyri-hökumət təşkilatları vasitəsilə etməliyik. Və dünyada mövcud olmuş qeyri-hökumət təşkilatları ki var və bunlara da çıxışlar etməliyik. Bunların vasitəsilə də həmin ölkələrdə, yəni Avropa ölkələrində, daha ölkələrində və Qərbi Azərbaycanlıların deportasiyası məsələsi, miqrasiya məsələsi, qaçqın məsələlərimiz və dağıdılmış tarixi abidələrimiz məsələlərimizi zaman-zaman gündəmə qoymalıyıq, zaman-zaman tədqiqatlar aparmalıyıq. Və dördüncü isə hesab edirəm ki, ümumiyyətlə Azərbaycanı tədqiq edən, Azərbaycanı öyrənən və xüsusilə siz demişkən Qərbi Azərbaycanı tədqiq edən jurnalist olsun, tədqiqatçı olsun, alim olsun və ictimai-siyasi fəal olsun və s. onlara biz də məlumat baxımından, yəni informasiya baxımından, yəni dolayı yollarla onlara əməkdaşlıq etməliyik ki, bu informasiyanın deyək ki, dünya ictimaiyyətinə çatması əlçatan olsun. Və digər sonuncu məsələ isə təbii ki, biz bunu beynəlxalq hüquqi müstəvidə, beynəlxalq təşkilatların, yəni diqqətinə, nəzərinə çatdırmalıyıq.